Son günlər aramsız yağan yağışlar İncəçay üzərində qurulan bəndin sıradan çıxmasına səbəb olmuşdu. Daşqın zamanı Alar kəndində bir sıra təsərrüfatlar sel sularına məruz qalıb. Yaşayış evlərinə ciddi zərər dəyib. Malqara və toyuqlar üçün nəzərdə tutulan tikililər dağılıb. Ev quşları arasında ciddi tələfat qeydə alınıb. Cəlilabad rayon Fövqəladə Hallar Komissiyasının sədri Vidadi Dövlətovun bildirdiyinə görə İncəçay üzərindəki sel təhlükəsi nəzərə alınaraq təmir işləri aparılandan sonra mövcud bəndin ləğv edilməsi nəzərdə tutulub. Komissiya sədrinin sözlərinə görə sel daşqını ilə əlaqədar yaradılan komissiya artıq 3 gündür ki, ərazini nəzarətə götürüb. Qəzalı vəziyyətə düşmüş evlər siyahıya alınır. Bu barədə Fövqəladə Hallar Nazirliyinə də məlumat verilib. Sel gəldi, hansıda bir 60-70 sant həyat su basmışdı evləri, təsərrüfatlarımızı. Sel basmağına baxmayaraq, hal-hazır sabitdir vəziyyət. Evimiz uçdu, çoxca getdi su ilə, malımız, heyvanımız məhv oldu həmsi, beləsə getdi. Taxıl, un, kəpək, hamısı getdi. Otumuz, tayadır, ot tayası var idi, pres var idi, onlar getdi.